Hər kəsə salam. Bugün da bəlli olduğu kimi kələm turşusu hazırlayırıq. Hazırlayırıq da deyirəm, əslində anam hazırlayır. Çünki anamın turşuları çox möhtəşəm alınır. Onu da deyim ki, iki fərqli formada və soyuq su ilə hazırlayacağıq bu turşunu. Anam artıq kələmləri doğrayıb, gördüyünüz kimi bir hissəsini ortadan 4 yerə bölünmüş belə formada, bir hissəsini isə digər saxlama qabında xırda-xırda doğranılmış formada hazırlayır. Lazım olan tərəvəz və göyərtiləri də öncədən doğradıqdan sonra sizə bu duzu göstərmək istəyirəm. Hansı ki sırf turşular üçün nəzərdə tutulmuş yodsuz duzdur. Bir dənə bu görüntünün gözəlliyinə baxın. Lazım olan hər şeyi siz əlavə etdikdən sonra kənarda soyuq su ilə şəkər tozunu qarışdırıb üzərinə çıxana kimi suyu əlavə edirik və əsas püf nöqtəsi üzərinə pingvin paketdə su doldurub qoyuruq ki, üzəri kəf olmasın. Təxminən bir həftə 10 gündən sonra möhtəşəm bir dad alınır. Turşudan lazım olan kadrlar çəkəndən sonra qaçıb gedirəm qaşlarımı səliqəyə saldırmağa və dırnaqlarımı. Bu işləri bugündən həll edirəm çünki sabaha səfərimiz var. Onu da deyim ki, mənim dırnaq ustam da tərtərlidir. Hansı ki, elə tərtərdə də mənim dırnaq ustam idi. Sonra ailəsi ilə birlikdə bura köçdülər. Əl işləri o qədər səliqəli, o qədər gözəldir ki, artıq illərin dırnaq ustasıdır və ən əsası mənim kimi əli bütün günü suda olan xanımlar üçün elə gözəl dırnaq hazırlayır ki, dırnaqlarda qopma falan olmur. İndi deyəcəksiniz ki, bu qız nə qədər gülür, amma mənim nişan dırnaqlarım da o vaxt Fərdə düzəltmişdi və onunla bağlı gülməli bir şey yadımıza düşüb elə ona gülürdük. Dırnaqlarımı sizə göstərim. Normalda həmişə sadə rəng edirəm. Bu dəfə o da təəccübləndi ki, nə əcəb sən nəsə rəng elədin dırnaqlarına. Minnoş kediciyi də sizə göstərim. O qədər balacadır ki, videoda iri düşməyinə fikir verməyin. Nəysə, qaşlarım da hazır. Gedirəm evə, çayımı içirəm. Mən şəki halvasını hədsiz çox sevirəm. Bunun qaymaqlı olan versiyası da var idi. Gələn dəfə onu alıb sınayacağam. Bunu Bakıdan aldım, amma inşallah Şəkiyə yolum düşər. Oradan əsl belə ən gözəlini alaram. Adını unutmuşam, amma orada bir yer var idi. Ən yaxşı şəki halvaları orada satılırdı. Adını siz bilirsinizsə, zəhmət olmasa yorumlarda yazarsınız. Bu arada kanalıma abunə olsanız, hələ də abunə olmamısınızsa əgər, çox sevindirərsiniz məni. İnanırsınız, bu YouTube elə bir şeydir ki, bir dənə abunə belə artanda insan çox sevinir. Nəysə ki, canım izləyicilərim, söhbəti çox uzatmadan onu deyim ki, mən bir günlük rayona gedirəm. Əslində uşaqlardan heç birini götürmək planında yox idi. Tez gedib qayıdacaqdım, amma Alisa biraz öskürdüyü üçün ürəyim durmadı, onu da özümdən götürdüm. Dayım qızı gillə bir yerdə gedirik. Burada gördüyünüz isə mənim sanki ilk dəfə kamera görürmüş kimi reaksiya verən qız dayım qızdır, o isə onun uşaqlarıdır. Direkt tam stora. Burada yol üstü əvvəl SV2 də var idi. Artıq bağlanıb. Gəldik buradan bir neçə şeylər alaq və yolumuza davam edək. Bəbə gəl. Anjeli evdədir. Hara gedirik? Bura baxaq. Biz nə vaxt rayona getsək, Tamstorun bu filialına gəlib buradakı toyuqlu dürümdən alıb yeyirik. Çox dadlı olur. Əvvəllər yanında SV2 mağazası da var idi. O artıq bağlanıb, işləmir. Belə böyük marketləri gəzməyi çox sevirəm. Ən çox da təmizlik və baxım vasitələri satılan hissələrdir. Hətta bir dəfə istəyirəm ki, böyük bir market alış-veriş vlogu çəkim. Əgər sizə maraqlıdırsa, şərh bölməsində yazarsınız fikirlərinizi. İnşallah bir dəfə elə bir video çəkərəm. Burada belə kətə də hazırlayırlar. Böyle bir şeyler almışıq. Dürüm, simit, simçika, sok, sok. Onlar da burada yeyirlər. Aslında da sevme. Valide tatlı. İste. Orada bir şey Bak bir tane de verim sana. Yo, sağ ol, istəmirəm. Axır ki, gəlib çatdıq. Daim nəvəsinin kiçik toy məclisi idi. Maşından da gördüyünüz kimi bol-bol əyləndik, dedik, güldük qohumlarla. Amma təəssüf ki, çox şəkil video çəkə bilmədim. Çünki onların çoxu sosial şəbəkələrdə öz işlərini göstərmək istəmirlər. Bura kimi baxdığınız üçün çox təşəkkür edirəm. Hələlik.